Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə balıq qızartmasının hazırlama qaydasını göstərirəm. Ən birinci onu qeyd edeyim ki, balığı bazardan alanda balığın baş hissəsində olan qulaqları, üzərində olan pulları və içində lazımsız yerlərin hamısını təmizlədilər. Fikir olsun deyə mən sizinlə paylaşıram. Taxtanın üzərinə salafan klor keçiririk. Bunu etməkdən məqsədim, əzizlərim, balığın iyi qoxusu taxtaya hopmasın. Sonra orta ölçüdə doğrayırıq, tikələrə böldük, üzərində balığın fikir verirsiniz, ağ pərdələr bax, onları qaşıyıb götürürük. Sonra əlimizə gələcək qədər qılçıqlar var, onları da çıxardırıq. Qızıl balıqda o qədər olmur, amma varsa da qılçıqları da çıxardırıq. Hamısını doğrayıb yığırıq dərin bir qaba. Soyuq suyun altında yaxşı yuyuruq. Yığırıq aş üstünə, tam suyu çəkilsin. Əzizlərim, mən öz üsulumla paylaşıram. Sonra taxtanın üzərinə safet kağız sərirəm. Balıq tikələri bir-bir düzürəm kağızın üzərinə. Bir safet kağızı götürüb üstdən yenə də qurulayırıq. Bir qab götürürük. İstifadə edəcəyimiz üyüdülmüş ədviyyatları hamısını əlavə eləyirik. Ən axırda da duzu əlavə elədik, qarışdırırıq. Fikir verirsiniz necə qurudu balıq. Sonra o ədviyyat qarışımından hər iki üzünə səpirik. Əzizlərim, hamımız bilirik ki, balıq yemək insan orqanizminə sağlam qidamızı dəstəkləmək üçün mükəmməl seçimdir. Balıq onsuz dadlıdır, çox xeyirlidir, vitaminlərlə zəngindir. Balığı daha da dadlandırmaq üçün bu ədviyyat qarışımından istifadə eləyin. Ən axırda balığı qarğıdalı unu çox xırçıltılı eləyir, çox gözəl olur. Yəni çox məsləhətlidir. Hər iki üzünü unlayırıq, yığırıq bir qaba. Tavaya yağ əlavə elədik. Yağ qızmalıdır. Qazımız, yəni orta dərəcədə olmalıdır. Balığı düzdüm tavaya. Bir tərəfdən də bir qazan götürürəm, balaca qazan götürürəm. Üzərinə adi su, sirkə və vanil əlavə eləyirəm. Bunu etməkdə məqsədim biz xanımların ən problemi odur ki, balığın iyi qoxusu evə hopur. Yəni buna görə ən gözəl çarə çox məsləhətlidir. Balıq burada qızarır. Bir tərəfdə də vam odda, qazanda bu məhlulu əlavə eləyin. O qarnadıqca bütün balığın iyi hamısı gedir, yəni götürür. Qətiyyən iyi qoxu olmur. Balığın bir üzü qızarıldı. İndi kənar hissələrini də belə düzürəm ki, tam qızarsın. Fikir verdiyiniz hər tərəfi eyni rəngdə oldu. Çox məsləhətli reseptdir, əzizlərim. Açıqlamada, videonun alt bölümündə qeyd eləyəcəm. Siz oradan istifadə eləyərsiniz. Balıq tam qızardıqdan sonra servis edəndə yanında mütləqdir ki, nar şərab olsun. Nar şərab ilə balıq qızartması bir-birini tamamlayır. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal edin. Videomu bəyəndinizsə, like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.